Sanki iman kök, əməl isə onun səmərəsidir. Meyvənin saf olması kökün də sağlam olduğunun göstəricisidir. İmansız insanların da bəzi hallarda yaxşı işlər görməsi mümkündür. Lakin bu heç də həmişə olmur. Yaxşı işin davamlı olması üçün imanın olması əsas şərtdir. Bu elə iman olmalıdır ki, insanın bütün varlığını əhatə etsin. 2. Pak zövcələr. Haqqında danışdığımız ayədə diqqət çəkən məqamlardan biri də odur ki, burada cənnət zövcələri barəsində yalnız pak sifəti təyin olaraq verilmişdi. Bu da onu çatdırır ki, zövcənin birinci və ən əsas şərti paklıqdır. Başqa şərtlərin hamısı məhz onunla şərtlənir. Həzrəti Peyğəmbərdən nəql edilmiş aşağıdakı hədis də buna işarə edir. Hədisdə deyilir: zibillikdə bitən yaşıl otlardan uzaq durun. Səhabələr soruşurlar: Ya Rəsulallah, zibillikdə bitən yaşıl otlar nə deməkdir? Həzrət buyurur: gözəl olsa da pis ailədə böyümüş qız. Biharul Ənvar, cild 100, səhifə 232, hədis 10.